Salam hörmətli izləyicilər, sizi möhtəşəm Şuşa şəhərindən salamlayıram. Oradan da buranın havası çox gözəldir, çox sərindir. Bugün Qarabağın müxtəlif bölgələrində olduq, amma bura ən sərin bir məhəllədir deyə bilərəm. Oradan da burada infrastruktur çox gözəl qurulubdur. Həyat qaynayır, insanlar burada artıq binalara köçüblər, yaşayırlar və istər uşaqların, istər böyüklərin asudə vaxtının səmərəli keçirilməsi üçün hər cür şərait məhz burada yaradılır. Doğrudan da Qarabağımızın hər bir bölgəsi gözəldir. Eyni zamanda da Şuşa şəhərimiz dağların qoynunda yerləşdiyi üçün həqiqətən də burada yaşamaq insana əlavə bir stimul verir. Böyüklər üçün də belə bir burada idman güşəsi yaradılıbdır. Açıq havada idman edə bilərlər. Bildiyiniz kimi xarici dövlət başçıları da Şuşaya gələndə məhz bu məhəlləni ziyarət edirlər. Şuşanın ən gür məhəllələrindən biridir məhz bu məhəllə. Burada da bizim gözəl Azərbaycan bayrağımız dalğalanır. Hansı ki illərdir biz Şuşada Azərbaycan bayrağı dalğalansın deyə arzu edirdik, amma bugün mən elə əyani şahid oluram ki, Şuşamızda həqiqətən də hər yerdə, hər məhəllədə Azərbaycan bayrağı dalğalanır. Möhtəşəmdir. Necə gözəlsən Şuşa. Allah Teala hər kəsə nəsib eləsin. Burada gəlib dincəlmək, istirahət etmək. Elə şuşalılarımız da məhz arzularına çatıblar. Öz doğma yurtlarında yaşamaq üçün yenidən Cənab Prezidentin imzaladığı sərəncamla belə gözəl bir məhəllə yaradılıb və burada yaşayırlar. Öz doğma yurtlarına qayıdıblar. İnşallah ki, Ağdamlılar elə həm yerlərim də içimən qarışıq, hamımızda Ağdam şəhəri tam bərpa olsun və biz də öz doğma yurdumuza, öz doğma şəhərimizə qaydaq. Yüz minlərlə Qarabağlılar, hər birisi Cəbrailə, Füzuliyə, Zəngilana, Qubadlıya, Laçına, Kəlbəcərə qayıtsın və öz yurtlarında məskən salsınlar.
Mehabbet ahliye merada ölünce kurtarmaz. Mehabbet ahliye merada ölünce kurtarmaz. Başında çoktur hele mecerası bülbülü. Aycan aycan. Deyir neçə bağban calaq vurdu söydə. Çəkdi öz zatına badam olmadı. Çay açdı bar da verdi doğrusu, ancaq meyvəsində bir tam olmadı. Qəmkeş bu yollarda çox gəlmə cana. Zatından kəc olan çətin ki qana. Neçə alim elm öyrətdi nadana. Alim oldu, ancaq adam olmadı. Ancaq adam olmadı. Eşq olsun gözəl sənətkarımıza. Allah var eləsin. Eşq olsun. Cemal yere vahid bakıp her seher yanına. Cemal yere vahid bakıp her seher yanına. Kim üstüne cemal her bir doğası bülbülü. Ayşəmi, deyirsən, qocalmışsan, ağarıb saçın. Deyir, səbəbini yaz qocalmışam. Dağ da dözməzdi mən dözən dərdə, mən hələ dözmüşəm, az qocalmışam. Həyat bağçasında barsız deyiləm. Ayşəmi, sinəm xəzinədir, barsız deyiləm. Vallahi hep sözü götürən ayası arsız deyiləm. Salıb ürəyimə tez qocalmışam. Elə gətirib ki qəza gərdişi, əyilir namərdə əyilməz kişi. Dövranın gərdişi, zamanın işi, bağlayıb sinəmə buz qocalmışam. Əhməd əməlimə düşə cavanlıq, qatıf qocalığa edəm yabanlıq. Taledir müqəssi, odur divanlıq. Hayata, qatıb ilfəyimə bez qocalmışam. Mən ona görə belə tez qocalmışam. Burada tez qocalmışam. Qocaldır insan, qocaldır zaman. Ürəyinə təşi köz qocalır. Qocaldır insan, qocaldır zaman. Ürəyinə təşi köz qocalır. Dağlar, daşlar qocaldan zaman bilmirəm bəsliyə özü qocalır.